The mystery of the Bermuda Triangle is solved. The mystery of the Bermuda Triangle is solved. Yani Bermuda üçbucağının sirri həll olundu. Yani ortaya çıxdı. Have you heard of the Bermuda Triangle? Sən nə vaxtsa Bermuda üçbucağı haqqında eşitmisən? It's an area of the North Atlantic Ocean off North America, in which many ships and airplanes are believed to have mysteriously disappeared. Mysteriously. Okay. Deməli, bu Şimali Atlantika okeanında, Şimali Amerikanın yaxınlığında yerləşən bir ərazidir. Bu ərazidə, hardakı bu ərazidə bir çox gəmi və təyyarənin gizli şəkildə yoxa çıxdığına inanılır. Are believed to have mysteriously disappeared. Gizli şəkildə yoxa çıxdığına inanılır. The 3 points of the triangle are said to be Bermuda in the north, Puerto Rico in the south, and Florida in the west. Aha. Üçbucağın 3 nöqtəsi deyəndə, yəni nə başa düşürük? The 3 points of the triangle. Ona görə deyilir ki, deməli şimalda Bermuda, cənubda Puerto Rico və qərbdə Florida kimi deyilir, başa düşülür və ya. Since the mid-19th century, more than 50 ships and 20 airplanes are said to have disappeared in the Bermuda Triangle. Aha. Deməli 19-cu əsrin ortalarından etibarən Bermud üçbucağında 50-dən çox gəmi və 20 təyyarənin yox olduğu deyilir. 2 disappearances are particularly notable. Aha, notable. Deməli, 2 yoxa çıxma, yəni 2 yox olma xüsusilə notable, məşhur deməkdir, famous. Xüsusilə məşhurdur, xüsusilə tanınır, bilinir. In 1918, the USS Cyclops, a Navy supply ship with a crew of 306 people, disappeared without explanation, and no wreckage was ever found. Aha, 1918-ci ildə a Navy supply ship, yəni deməli, hərbi təchizat gəmisi USS Cyclops adlı hərbi təchizat gəmisi 306 nəfərlik heyətlə birlikdə without explanation, yəni heç bir izahatsız, izsiz yoxa çıxmışdır, disappeared, yoxa çıxmışdır. And no wreckage və heç bir qalıq və ya qalıntı o gəmidən ever found, tapılmamışdır. An article in Santa Fe magazine written 2 years later said the disappearance was so sudden and strange, it was as if a monster of the sea had pulled the ship into the ocean. Aha. Deməli, 2 il sonra 2 il sonra Santa Fe jurnalında yazılan bir məqalədə bu hadisənin o qədər qəfil və qəribə olduğu qeyd edilmişdir ki, as if güya a monster of the sea, yəni dənizdəki bir canavar, dəniz canavarı had pulled the ship into the ocean. Sanki gəmini okeana çəkibdir. Okeanın içinə çəkibdir sanki gəmini. And in 1945, Flight 19, a training mission of 5 Navy planes, took off from Florida. Aha. Və 1945-ci ildə Flight 19 adlanan 5 hərbi təyyarənin təlim uçuşu, training mission, təlim uçuşu Floridadan havaya qalxdı. Took off, yerdən, take off'un keçmişi yerdən yuxarı qalxmaq deməkdir. Yuxarı qalxdı. All 5 planes and the 14 men on board were never seen again.
Aha. Deməli, bütün o 5 təyyarə və içindəki 14 nəfər, 14 kişi bir daha heç vaxt görünmədi. Various explanations have been suggested for such mysterious disappearances, some of which are quite strange. Aha. Deməli, bu sirli yoxa çıxma üçün müxtəlif izahlar have been suggested, irəli sürülmüşdür və ya təklif olunmuşdur. And some of which are quite strange və onların bəziləri olduqca qəribədir. It has been suggested that the Bermuda Triangle is a kind of gateway into another universe, or that people are being taken by aliens and UFOs. Alien. Deməli, bəzi insanlar Bermuda uçbucağının başqa bir kainata keçid qapısı olduğunu, yəni elə təklif edirlər ki, sanki Bermuda uçbucağı is a kind of gateway, başqa bir into another universe, başqa bir kainata keçid qapısı kimi təklif irəli sürürlər, yəni belə olduğunu deyirlər. Bəziləri isə yad planetlilər, alien, yad planetlilər tərəfindən aparıldığını iddia edirlər. One writer even said the disappearances may somehow be connected to the technology of the lost city of Atlantis. Hətta bir yazıcı bu hadisələrin itmiş Atlantis şəhərinin texnologiyası ilə əlaqəli ola biləcəyini demişdir. Yəni, hardasa, somehow, bəlkə də onunla əlaqəli ola bilər. İtmiş Atlantis şəhəri ilə. But an Australian scientist called Carl Kruselnicki says the mystery of the Bermuda Triangle can be easily solved with numbers. Amma Avstraliyalı alim Carl Kruselnicki deyir ki, Bermud içbucağının sirri asanlıqla can be easily, asanlıqla həll oluna bilər, ortaya çıxa bilər with numbers. Yəni rəqəmlərlə. Necə? Kruselnicki told news.com.au that because so many planes and ships travel through this busy area, the number that go missing is the same as anywhere in the world on a percentage basis. Aha. Deməli, bu Kruselnicki news.com.au saytına bildirib ki, bu qədər çox təyyarə və gəmi bu məşğul, yəni çox istifadə olunan ərazidən keçdiyi üçün yoxa çıxanların sayı faiz etibarilə dünyadakı digər yerlərlə eynidir. Yəni təkcə Bermud üçbucağında gəmilər yoxa çıxmır. Başqa yerlərdə də yoxa çıxır. Sadəcə olaraq ən çox bilinən, məşhuru budur. Instead of monsters or aliens, Kruselnicki says that most disappearances in the area were probably caused by bad weather, human error, or both. Aha. Monster, deməli, instead of monsters or aliens, yad planetlilər və ya canavarlar və ya yad planetlilər əvəzinə instead of, bu kişi Kruselnicki deyir ki, Bermud üçbucağında baş verən əksər yoxa çıxmaların səbəbi və yaxud da ki, əksər yoxa çıxmalar yəqin ki, pis hava şəraiti by bad weather, pis hava şəraiti ilə, pis hava ilə və ya insan səhvlərindən olur, or both və ya hər ikisindən ola bilir. So it seems the answer to the mystery of the Bermuda Triangle is that there is no mystery at all. Deməli, beləliklə görünür ki, so it seems, Bermuda uçbucağının sirrinin cavabı is that there is no mystery at all.
odur ki, demək, heç bir sir yoxdur. Yəni Bermuda üçbucağının sirrinin cavabı heç bir sirrin olmamasıdır.